Salam, hər vaxtınız xeyir olsun. Sınavımızın izahına baxırıq. Birinci sualımızdan başlayaq. 5 kitab, 12 karandaş, 60 manatdır. Qeyd eləyək. 5 kitab, üstə gəlinsin 12 karandaş, bərabərdir 60 manat. 4 kitab, üstə gəlinsin 12 karandaş, bərabərdir 54 manat. Bir karandaşın qiyməti neçədir? Biz burada bunu tərəf-tərəfə çıxaraq bir kitabın qiymətini tapa bilərik əvvəlcə. Necə olacaq? 5 kitabdan 4 kitabı çıxsam, qalacaq 1 kitab. 12 karandaşdan 12 karandaşa çıxacam, 0 qalacaq. 60-dan da 54 çıxanda neçə qalacaq? 6 qalacaq. Yəni kitabın biri 6 manatdır. Kitabın biri 6 manatdırsa, aparıb istənilən tənlikdə yerinə qoyaraq karandaşın qiymətini tapa bilərəm. Məsələn, birinci tənlikdə 5 vurulsun, kitab 6 manat, üstə gəlsin 12 karandaş, bərabərdir 60 manat. 12 karandaş bərabərdir 60-dan 30-u çıxacam. Eləyəcək 30. Karandaş da bərabərdir. 30-u böləcəm nəyə? 12-yə. 30-u 12-yə bölərkən nə baş verəcək? 2 dəfə çıxılsın 24. Burada da 6. 2 manat. 60-ın içərisində 12 neçə dəfədir? 5 dəfədir. 2 manat 50 qəpik. Cavab olacaq D variantı. İkinci sualımız. Katerin durğun suda olan sürəti 20-dir. Kater çayın axını ilə 5 saata 120 gedir. Yazdı bura. Axın ilə T bərabərdir 5 saata, S bərabərdir 120 km yol gedir və katerin öz sürəti nəyə bərabərdir? 20-yə bərabərdir. Mən də yazıram. Axın ilə olduğuna görə kater 20 üstə gəl çay vurulsun T bərabərdir S, yəni 120. Bu da eləyir 20 üstə gəl çay bərabərdir. 120-ni 5-ə böləcəm. Eləyəcək 24. Çay da bərabərdir 4-ə. Yəni 24-dən 20 çıxdı. Katerin axına qarşı sürəti. Axına qarşı sürət soruşulanda katerdən çayı çıxırıq. Yəni 20-dən 4-ü çıxacam. 16. C variantı. Üçüncü sual. Eyni zamanda iki məntəqədən qarşı-qarşı iki avtomobil yola düşdü. Avtomobillərdən birinin sürəti 120, digəri 80-dir. 2 saat sonra görüşdülər. Görüş baş verirsə və qarşı-qarşı hərəkətdirsə, sürətləri toplayacam və zamana vuracam. Bərabərdir. 200-ü 2-yə vuranda 400-ə bərabər olmuş olacaq. C variantı doğru cavabımızdır. Deməli 6, 3, A, 4, 2, B, 3 ədədində A üstə gəl B 8 edir. Aha. Bu ədədi 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda alınan ədədin 64 dənə 100 minliyi olur. Deməli təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minliyə qədər yuvarlaqlaşında bu artır. Biz də AB hasilinin ən kiçik qiymətini tapmalıyıq. İndi A-ya elə bir qiymət verməliyəm ki, bu artırma baş versin. Artım baş verən ədədlər hansılardır? 5-dir, 6-dır, 7-dir, 8-dir, 9-dur. Təbii ki, 9 ola bilməz. Çünki A 9 olsa cəmi 8 verə biləcək bir ədəd yoxdur axı. Yəni 9-un üstünə nə gəlim ki, 8 eləsin. Deməli, A-nın qiyməti nədən başlaya bilər? 8, 7, 6, 5 ola bilər. İndi A vur B hasilinin ən kiçik qiyməti soruşursa, nə edə bilərəm? Burada mən B-yə istənilən ədəd verə bilərəm. Yəni B-nin qiyməti ürəyim istəyən hər şey ola bilər. B-nin qiyməti 0 ola bilər. B-nin qiyməti 0 olsa, A-nın qiyməti də 8 olsa, biz bunların hasilinin ən kiçik qiymətini istəyirik. 8 vurulsun 0 bərabərdir 0 olar. Biri deyər ki, müəllim, niyə A-ya 8 yazdım, 5 yazdı elə? Yazın 5. A-ya 5 yazsam, B-yə 3 yazsam, 5 vur 3, 15 edir. Mənə hasilin daha balaca qiyməti lazımdır. Hasilin ən kiçik qiyməti 8 və 0, yəni 0-a bərabərdir. Doğru cavabımız olacaq. Burada B variantı. Burada E-də də 0 var. Bu sizdə PDF-də düzəldilmiş olacaq. Doğru cavabımız B variantı 0-a bərabərdir. 5-ci sualımıza baxaq. 4 il əvvəl Ayazın yaşı Aylanın yaşından 2 dəfə çox idi. Yazaq bura 4 il əvvəl. 4 il əvvəl deməli Ayaz var idi. Bir də Ayla var idi. Ayla. 4 il əvvəl Ayazın yaşı Aylanın yaşından 2 dəfə çox idi. Ayaz Ayladan 2 dəfə çox idisə, Ayla x idi, Ayaz 2x idi. 4 il əvvəl belədirsə, bəs indi necədir vəziyyət?
İndi Ayaz da 4 yaş böyüyüb, yəni 2x üstəgəl 4 olub. Ayla da 4 yaş böyüyüb, yəni x üstəgəlsin 4 olub. Və indiki yaşında, yəni Ayazın indiki yaşı Aylanın 5 il sonraki yaşının 9 vahid çoxdur. Gəlin baxa görə 5 il sonra Aylanın neçə yaş olacaq? 5 il sonra Ayla indiki yaşından 5 yaş böyüyəcək və x üstəgəl nə olacaq? 9 olacaq. Çünki burada x üstəgəl 4-dür, 5 yaşda böyüyəcək, x üstəgəl 9 olacaq. Və ikinci cümlədə deyir ki, Ayazın indiki yaşının, yəni 2x üstəgəl 4-ün, 2x üstəgəl 4-ün, Aylanın 5 il sonraki yaşından, yəni x üstəgəl 9-dan 9 vahid çox olduğu məlumdursa, yəni Ayaz çoxdursa, Ayla azdır, az olanı 9 gəlirəm, bərabər edirəm çoxa. Burada da 2x-dan x-i çıxacam. X bərabərdir 18-dən 4-ü çıxanda 14. Ayazın indiki yaşının. Gəlin baxa, 2 vurulsun 14, üstəgəl 4. 28 üstəgəl 4, 32 edir. Və Ayazın indiki yaşının rəqəm cəmi, 32-nin rəqəmləri cəmi bərabərdir 5. Doğru cavab C variantı. 6-cı sual. Verilmiş diaqramda bir gün ərzində digər ölkələrdən Azərbaycana gələn turistlərin sayı qeyd edilib. Cəmi 200 turist gəldiyi məlumdursa, digər ölkələrdən gələn turist neçə nəfərdir? Baxın, Azərbaycana cəmi 200 turist gəlib, düzdürmü? Bizə deyir ki, digər ölkələrdən gələn turistlərin 70-i Almaniyadır, 58-i Yaponiya, 42-si Koreya. Toplayaq. 70, 58 və 42. Topladım. 0 yazdım. 1 yadda. 12, 16, 17. 170 dənə bu ölkələrdən gəlib. Cəmi 200-dürsə, 170-i buradandırsa, neçəsi qalır? 30-u qalmış olur. Deməli, 30 nəfər də digər ölkələrdən gəliblər. 7-ci sual. Cavabı bizdən santimetrdən istəyir. Deməli, burada 3560-ı 100-ə vuracam. Çünki 1 metrimiz 100 santimetrdir. 2 0 gələcək. Üstəgəl 11500-ü 10-a vuracam. Çünki 1 desimetr 10 santimetrdir. Çıxılsın elə 345670. Toplayaq. Əvvəlcə 356 minlə toplayıram 115 mini. Toplayanda nə baş verir? 0, 0, 0. 1 yazdı, 1 yadda 6, 7, bu da 4. 471 min. Buradan çıxıram 345 min, 670'i. 345 min, 670'i çıxanda 0-dan 0 çıxıram 0, 10-dan 7 çıxanda eləyəcək 3, 9-dan 6 çıxanda eləyəcək 3, sonu 33 ilə bitməlidir və bizdən santimetrlə istəyir. 10-dan 5 çıxanda 5, 7-dən deməli 6-dan 4 çıxanda 2 və 125.330. A variantı bizim doğru cavabımızdır. 8-ci sualımıza baxaq. Şagird bir günün 3də 1 hissəsini yatmaqla keçirir. Deməli, şagirdin bir günü 24 saatdır və 24 saatın 3də 1-ini, yəni 8 saatın yatır. 24-dən 8-i çıxıram, qalır yerdə 16 saatı. Qalan zamanın 8də 3 hissəsini məktəbdə olur. 16 saatın 8də 3-ünü tapıram. 16-nı 8-ə böldüm 2, 3-ə vurdum 6 saat. Yəni 16 saatdan 6 saatı məktəbdə qalır. 10 saatı qaldı. Dərslərini hazırlamaq üçün isə qalan vaxtının 5də 1 hissəsini istifadə edir. 10 saatında 5də 1-ini tapıram. Eləyir nə qədər? 2 saat. Şagird dərslərini hazırlamağa neçə dəqiqə vaxt sərf eləyir? 2 saat vaxt sərf eləyir. Dəqiqə ilə soruşduğuna görə D variantı 120 dəqiqə. İki bitişik çevrənin ətrafına düzbucaqlı çəkilmişdir. Çevrələrin daxilinə çəkilmiş qırmızı xətlərin ümumi uzunluqları cəmi M olarsa. Bu sual 2023-cü ildə qəbula düşmüş sualdır. Radiuslara baxıram. 1, 2, 3 dənə radius var və bu 3 radius M-dir. O zaman radiusun biri M bölünsün nədir? 3'dür. Bir dənə radius M bölünsün 3'dür. İndi mən bu çevrələrlə düzbucaqlının perimetrini tapmalıyım. Perimetrini tapmaq üçün əvvəlcə enin və uzunluğunu tapmalıyam. Düzbucaqlının eni 1 və 2. 2 dənə radiusa bərabər. Görə bilirsiniz. 1 radius, bu da 2 radius. Düzbucaqlının eni elədir. Yəni mən radius nədir? M bölünsün 3'ü 2'yə vursam, düzbucaqlının enini alacağım. Yəni M bölü 3'ü 2'yə vurdum.
Bu oldu bizim düzbucağlının eni. Bəs uzunluğu 1, 2, 3, 4. N bölünsün 3'ü vuracağım 4'e. Bu da olacaq düzbucağlının uzunluğu. Eni N bölü 3 vur 2. N bölü 3 vur 2. Uzunluğu N bölü 3 vur 4. Yani E variantı bizim doğru cevabımızdır. E yazanlar doğru cevabımızı yazıblar. 10-cu sual. Bölünən 59. Deməli, bölünən 59. Natamam qismət 14'dür. Natamam qismət 14'dür. Bölən isə qalıqdan bir vahid çox olarsa. Bölən bilmirik nədir? X-dir. Qalıqdan bir vahid bura çoxdur. Bura çoxdursa, deməli, bura nədir? X çıx 1'dir, azdır. Bölünənin ən kiçik qiymətini tapın. Bölənin ən kiçik qiymətini tapmaq lazımdır. Buna belə yanaşa, baxın, 59'u biz nəyə bölsək, natamam qismət 14 olar. Qalıq da böləndən bir vahid nə olar? Kiçik olmuş olar. Buna əvvəlcə tənlik kimi yanaşsaq biz, məsələn, 59 bərabərdir. 14'ü x-a vuracam, 14x. Üstəgəl x çıx 1, yəni qalığı onun üzərinə gəlmiş olacam. Buradan da 59'un üstə 1 gələcəm, bu biri 60 bərabərdir 15x-a. X də bərabərdir 4'ə. Deməli, burada bölənin ən kiçik qiymətini istəyir. X-imiz olsa 4. Gəlin baxa görə düzdürmü? 59'u bölsəm 4'ə bir dəfə, çıx 4. 19'un içərisində neçə dəfə ola bilər? Yenə 4 dəfə, çıx 16, qalıq 3. Qalığımız oldu 3. Bir daha baxın, natamam qismət 14. Bölən isə qalıqdan bir vahid çoxdur. Bölənimiz qalıqdan bir vahid çox olmalıdır. Və biz burada, bölənimiz 4'dür, qalığımız da 3'dür. Həqiqətən də 4 və 3. Bölənin ən kiçik qiymətini soruşur. Nəyə bərabərdir? A variantı 4'ə bərabərdir. Baxırıq 11-ci sualımıza. 2'ni 3x-a vuracağıq. 2'ni 3x-a vuranda 6x. Üstəgəl 2'ni 1'ə vuracağıq. 2. Üstəgəlsin 4'ü x-a vuracağıq. 4x. Üstəgəl 4'ü 3'ə vuracağıq. 12. Üstəgəl 6'nı 2x-a vuracağım. 12x. Çıx 6'nı 5'ə vuracağım. 30. Bərabərdir 50. 6x, 4x, 12x toplayanda 10, 12, 22x. 22x üstə gəlsin 2, 12. Bunları da hamısını sağa keçəcək. Bərabərdir qoyaq elə birbaşa. 50 üstə gəl 30. 30'u sağa keçirdim. Çıx 12. 12'ni sağa keçirdim. Çıx 2. Bərabərdir 22x bərabərdir. 50'nin üstə 30 gələndə 80. 80'dən 12 çıxanda 8, 68. Bundan da 2 çıxanda 66. X da bərabərdir. 66'nı 22'ye böləndə 3'ə bərabərdir. Doğru cavabımız oldu. C variantı 3. Bərabərsizliyin neçə natural həlli var? Burada hər bir əddə 3'ə vurub məxrəcdən azad eləyəcək əvvəlcə. Çünki bunun məxrəci 3'dür və məxrəcdən azad etmək bizim üçün daha səmərəlidir. 3'ü 8'ə vuranda 24 böyüdür. 3'lər gedir burada. X çıx 4 qalır. Böyüdür. 3'ü 3'ə vuranda 9. İndi çıx 4 varsa bilirsiniz ki, tərsini eləməliyəm. Üstə gəl 4, üstə gəl 4 və üstə gəl 4. 24'ün üstə 4 gələndə 28 böyüdür. 4'lər gedir. X böyüdür. 9'un üstə 4 gələndə 13. Neçə natural həlli var? 13'dən böyük 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14. Cavabımız oldu B variantı 14. Müəllim, birbaşa tapmaq istəsəm nə edərəm? 28'dən 13'ü çıxarsan, eləyər 15. Bir dənə də əlavə çıxarsan. Çünki 28'dən 13'ü çıxanda bu ikisindən birini saymış oluruq. Ya 28'i ya 13'ü ikisindən birin. 28 çıx 13, yəni məsələn 13'ü də saymış olduq. Amma bizə 13 lazım deyil axı. Ona görə bir dənə də əlavə çıxmaq lazımdır ki, cavabımız 14 olmuş olsun. B variantı doğrudur. Ədədində 3 və 7 rəqəmli mərtəbə qiymətlərinin cəmini tapın. 3'ün mərtəbə qiyməti deyəndə 3, 3 və 3. 3'lər olduğu kimi qalır. Bir də 7 mərtəbə qiyməti deyəndə 7 olduğu kimi qalır. Qalan hər şeyi
Nəyə çevirəcəyik? Sıfıra çevirmiş olacaq. Deməli 337 003. 337 003. D variantı bizim cavabımızdır. 14. Bir telinin uzunluğu 5 cm olan kubun həcmini tapın. 5 vurulsun 5 vurulsun 5. Kubun həcmi 125 santimetrin kubudur. Doğru cevabımız olur A variantı. 125'e beraber. 15. Qutuda 5 qara, 7 sarı, 9 mavi top var. Torbaya baxmadan ən az neçə top çıxarmaq lazımdır ki, 3 qara top mütləq çıxsın. Qara topların 3 dənə olmağını istəyirsə, şərtdə qaranın adını çəkibsə, qaradan başqa digərlərini toplayacağam və üzərinə son cümlədəki 3'ü gəlmiş olacağım. Bərabər. 7 üstə gəl 9, 16, üstə gəl 3, 19. A variantı bizim cavabımızdır. 16. 15 nəfər restoranda yemək yeyirlər. Bu 15 nəfərdən bir neçəsi qonaq olduğu üçün hesab ödəməyəcəklər. Digərləri isə 50 manat artıq ödəyəcəklər. 250 manat pul verirlər. Buna əsasən 15 nəfərdən neçəsinin qonaq olduğunu müəyyən edin. Deməli biz bu sualı yazarkən görürük ki 15 nəfər yemək yeyirlər və bu 15 nəfər pul ödəməlidir, düzdürmü? Amma bəziləri pul ödəməyəcək. Məsələn, pul ödəməyənlər x nəfərdirsə, pul ödəyənlər də 15 çıxılsın x nəfər, düzdür? Yəni x adam pul ödəməyib, 15 çıx x adam da pul ödəyib. Həmişə demişik, cəmi 15-dirsə, biri x-dirsə, digəri 15 çıx x-dir. Bunlar da hər biri 50 manat artıq ödəyərək 250 manat pul veriblər. Yəni bu 50 manat artıq ödəməsəydilər, normalda adam başına 200 manat pul düşərdi. Amma o ödəməyənlərin yerinə də bunlar pul qoyublar 50 manat artıq və 250 manat ödəyiblər. Yəni əgər heç kəs hamı öz hesabını ödəsəydi 15 nəfər, hərəsi 200 manat ödəsəydi, hesab nə qədər olacaqdı? 3000 manat olacaqdı. Hardan bildiniz? Bir daha deyirəm. Hərəsi o, yəni pul ödəyənlər 50 manat artıq ödəyib 250 ödəyiblər. Yəni bu 50 manat artıq olmasaydı, yəni artıq ödəməsəydilər, hərəsi normalda 200 manat ödəməli idi ki, bütöv pulu bağlaya bilsinlər. 15 nəfər hərəsi 200 ödəsələr, bütöv pulumuz nə qədər olacaqdı? 3000 olacaqdı. Amma indi x nəfər pulu ödəməyib, yəni 15 çıx x nəfər pulu ödəyib və onların da hərəsi 250 manat ödəyib və bərabər olub bütün məbləği, yəni bütün hesabı bağlamış olublar. Buradan da x-in qiymətini tapacağıq. Əvvəlcə 250-ni vuracaq nəyə? 15-ə. Deməli 250 vurulsun 15. 250-ni 15-ə vuranda 3750 elədi. Çıxılsın 250x bərabərdir 3000-ə. Buradan da 3750-dən çıxıram 3000-i elədi. 750 bərabərdir 250x-a. X da bərabərdir 750-ni 250-yə böləcəm 3. Buna əsasən 15 nəfərdən neçəsinin qonaq olduğunu tapın. C variantı 3'ü qonaqdır. Çünki o 3 nəfər hesab ödəməyib və digərləri onun əvəzinə hesab ödəyib. 17. 50'nin 840 manat pulu var. O pulunun 7'də birinə palto aldı. 840 manatın 7'də bir hissəsini tapıram. Bərabərdir. 840'ı 7'yə böləndə bir dəfə 14'ün içərisində 2, 120. Deməli 840 manatın 120 manatına palto alıbsa, 120 manatına palto alıbsa, qalıb 720 manatı. Və onun da 7'də 2-sinə ayaqqabı alıb. 720'nin də 7'də 2-sini tapacam. 720'nin 7'də 2-sini tapab. Deməli, ayaqqabı aldı, 50'nin neçə manat pulu qaldı. 7'də 1-nə palto alıb, gəlin paltonun pulunu çıxaq. 840'dan çıxıram. Deməli, 840'ın 7'də 1-ini tapdım. Elə də 120, düzdürmü? Və bunu çıxdım. 840'dan çıxdım. 120 manat. Elə də 720 manat. Əla. Hə, burada qalanının demir. Mən burada qalanını hesablamaq istəyirdim. Qalanının demir. Elə hər dəfə 840'dan söhbət gedir. 840'ın da, yəni burada çıxmağa ehtiyac yoxdur. Qalanını isə çıxa bilərim. 840'ın da 7'də 2-sinə 7'yə böldüm 120, 2'yə vurdum 240 manat, ayaqqabı aldı. 50'nin neçə manat pulu qaldı. Deməli 120 və 240 manata, yəni ümumilikdə 360 manata bu adam paltar alıb. 840'dan da 360'ını çıxıram. 0, 14'dan 6 çıxanda 8, 7'dən 3 çıxanda 4. 480 manat. B variantı bizim cavabımızdır. 18. Hesablayaq. Əvvəlcə burada mötərizənin içərisini hesablayacağıq. 3,5'in üzərinə elə kalkulyatorla 7,8'i gələcək. Olacaq 11,3. İndi 32,6'dan çıxıram.
10,4'ü kalkulatordan çıxdım. 22,2 elədi. Üstünə gəlirəm 5,6-nı. Gəldim. Elə də 27,8. Çıxacam 11,3'ü. Çıxılsın 11,3'ü. Elə də 16,5. Cavabımız oldu E variantına bərabər. Maşın 8 saata getdiyi yolu sürəti 36 km/saat artıraraq 5 saata qayıdır. Əvvəl x sürəti ilə 8 saata getdiyi yolu indi sürətin x üstəgəl 36 eləyir və 5 saata qayıdır. Getdiyi yol gəldiyi yola bərabərdir. Buna əsasən maşının getdiyi yolun neçə kilometr olduğunu tapın. Yazdım bura 8x bərabərdir. 5'i x'ə vuracam 5x. Üstəgəl 5'i 36'ya vuracam. 0 yazdıq 3 yadda. 15 bu da 18. Bu da eləyir 3x bərabərdir 180'ə. X də bərabərdir 60'a. X'in qiyməti 60'dırsa yolu soruşur bizdən. 8'i 60'a vuracam. 8 vur 60 bərabərdir 480. A variantı bizim cavabımızdır. 20. Perimetri eni 14 cm, uzunluğu isə bundan 1 desimetr çox olan düzbucağlının perimetrinə bərabər olan kvadratın sahəsini tapın. Deməli, eni 14 cm, uzunluğu isə bundan 1 desimetr, yəni 10 cm çox olan, 24 olan düzbucağlının perimetrinə. Bunun perimetrini tapım. 14 üstəgəl 24 vurulsun 2 bərabərdir. 2 vurulsun 38. 2'ni 38'ə vuranda 6 yazdıq. 1 yadda 76. Deməli, perimetri 76'ya bərabər olan kvadratın nəyin istəyir? Sahəsini soruşur. Mən də 76'nı 4'ə bölməliyəm ki, yəni perimetr 76'dırsa kvadratda, bəs tərəfi neçədir? 76'nı böləcəm 4'ə, eləyəcək 19. Tərəf oldu 19'a bərabər və bizdən sahəni soruşur. 19 vurulsun 19 bərabərdir. 19 vur 19 elədi 361. Doğru cavab oldu E variantı 361'ə bərabər.